vaginizm təkcə sizin xanımda olan bir proses deyil ki, yəni Azərbaycanda çox qızlarda var bu problem və o da ailədən gələn sıxıntı ilə bağlıdır. O qədər tərbiyəvi şəkildə olmaz deyirlər, ehtiyatlı ol qızlara tapşırırlar ki, qızlarda da şuur altı olaraq bu qalır, yəni ailə qurandan sonra heç cürə alınır bəzilərdə. Əlbəttə, indi mən hələ sıxıntından söhbət eləməmişəm, amma ki, travmalar müxtəlif olur da, bəzən başqa olaylarda gedilir içinə, taciz kimi, belə uşaqlıqda keçirilən hər hansı bir hadisə falan, bilmirəm sizin yoldaşlar hansı prosesdə. Bütün hallarda danışdığımız bizim öz aramızda qalır. Amma çox vaxtı yenə də ailədən gələn o aşırı tərbiyədən bağlı. Səbəblər çox vaxtla bağlı olur. Çox vaxtla bağlı. Biz doktor artıq çiftlik evliyik və bir neçə həkimin yanına da getmişdik, amma sözünüzü kömək edən olmadı. Axırda sizi tapdı. Ümidvaram ki, doktor sizdə çarəsini tapacaq. Siz nə garantiya verirsiniz? Bəli, garantiya var. Niyə tapmamızın səbəbini? Çünki siz ginekoloqlar da onu sizdə tapdı. Biraz öncə adlarını saydı, həkimlər olar ki, tak ginekoloqdur. Amma vaginizmdən sırf ginekoloqlar məşğul olmur. Ayrıca vaginizm kursu keçmiş ginekoloqlar məşğul olur ki, çünki orada bəzi məsələlər var ki, orada psixoloji təsirləri də olmalıdır. Aslında çünki səbəb psixolojidir. Cinsel terapiya deyirlər, dünyanın hər yerində olan. Bizdə sırf bu sahə yoxdur, amma kurs keçmiş bəzi ginekoloqlar var ki, o da az saydadır ki, ancaq vaginizmlə məşğul olurlar. Mən də onlardan biriyəm. İnşallah ki, nəticəni alarıq. İnşallah doktor ümidvarıq. Sizin yanınıza gəlmişim. İnşallah yaxşı olar. Mən sağalmayan pasiyentim, vaginizm pasiyentimiz olmayıb. Çox sağ olun.